Müsahibimiz Xankəndi Futbol Klubunun futbolçusu Hüseyn Hüseynidir. Hüseyn, ilk öncə təbrik edirəm. 5-0 hesablı qələbə qazandınız Göygöl üzərində. Zəhmət olmasa həm oyunu, həm komandanın oyununu, həm öz oyununu da şərh edərdim. Əvvəla çox sağ olun. Uşaqları təbrik edirəm, bütün kollektivi təbrik edirəm. Yaxşı oyun göstərdik. Böyük hesablı qələbə də onun nişanəsidir. Daha da çox top vura bilərdik. Bəli, bir gol da vurdum. Ona görə də sevinirəm komandamın qələbəsində qolla köməklik göstərdiyim üçün. Komandanın oyunu əladır. Daha çox qollar vura bilərdik, amma Nə mane oldu daha çox qol vurmağa? normaldır, futboldur. Futbolda olur bəzən axırıncı zərbələr və yaxud paslarda ola bilər belə şeylər, amma yenə də bizim üçün problem deyil. Bizim üçün əsas prioritet qələbədir. Qələbələri davamlayırıq inşallah. Bu yolun sonuna kimi qələbələri davamlayaraq büdrəmədən çempion olmaqda düşünürük. Sadəcə fikrimiz budur. Məqsəd təbii ki, qeyd etdiyin kimi çempionluqdur, amma ilərdə 3-cü dövrədə gözləyir, yəni 6-lıq. Necə düşünürsən? Yəni 6-lıqda daha çətin olacaq komandaya, yoxsa bu templə davam edə biləcəksiniz? Əlbəttə ki, bütün oyunlar çətindir. Nəinki 6-lıq, indiki oyun olsun, növbəti tur olsun. Zəif komanda ilə bir şey yoxdur. Ona görə biz bütün oyunlarımıza 3-cü dövrədəki, bu dövrədəki fərqi yoxdur. Hansı oyun olur olsun, maksimum Jilanya ilə uşaqlar xarakter göstərərək elə oyuna çıxırıq. Fərqi yoxdur. Bizdən çempionluğa yarışan komanda və yaxud outsider komanda. Bizim üçün bunun heç bir fərqi yoxdur. Bizim bir dənə məqsədimiz var, o da bütün oyunları qələbə ilə çempionluğu təmin etmək. Əlbəttə ki, burada elə bir futbolçular var ki, hamısı yüksək liqa futbolçuları olub, milli komandanın üzvləri olub, A milli futbolçular var burada, olimpiyskiyin futbolçular var burada. Yəni bu komanda elə bir komandadır ki, bu komandaya yalnız çempionluq yaraşır. İnşallah sonda da ona nail olarıq Allahın izni ilə. İnşallah. Çox təşəkkür edirəm. Sənə də komandanda uğurlar arzulayıram. Çox sağ ol.